Hamza salamlar dostlar. Ben Elmir Ovçiyev. Hem de uzun bir müddet YouTube'da olmayan Elmir Ovçiyev. Bugün sizlerden bir yerde bir günümü vloga çeviririm. Allah uzun bir müddət yoxsan, gün kimi gəlirsən vlogla hamının qarşısına çıxırsan. Ama olsun. Yani en azından bir dini video olduğu için üstünden kesmek olar. Yani bu əslində hem 8 ay ərzində harda olduğumu sizlere videonun içərisində danışaraktan başa saldığım, hem de imsaktan iftara qədər vaxtımı necə keçirdiyimi göstərdiyim bir vlog olacaq. Videomu çox da uzatmaq istəmirəm. Gəlin keçək videomuza. Saçım olursa ilk günde değil. Çileyi vurup lapis güne saldım. Yani ne ter danışım kameraya. Neyse. Çok cuman çevreceden de saçımı yuyacağım. Böyle olmaz. Böyle şey olmaz. Hazırlığa satmağıma az kalıb. Önce videomu seçirəm. Hiç olmasa istedim ki biraz danışım. Neye göre YouTube bıraktığımdan. Aslında yazdıklarımdan farklı değil. YouTube'un perde arkası. Yıkmıştım ona. Yine orada yazdıklarım için diyelim ki derslerime göre esasen bıraktım. Lakin hələ ki onun sınıf olduğumu düşünüp ve derslerimin de yolunda getdiyini... Ay binə danışa bilmirəm kameraya qarşı ucu. Unutmuşam. Buydu da. Yani derslerimin yaxşı olduğunu düşünüp geri başladım. Yani belə bir karar aldım. Yani YouTube bıraxaramı? Bəlkə. Çox güman ki gəlmirlər, yenə bıraxdım. Ama ona kimi yenə sizlərlə devam edəcək. Buradan sonrası hazırlıqdır. Sağ olun. Artıq hazır və bu da dostum Yusuf de yüzünüzü adı bulurlayacağım çox güman ki. Heç olmazsa salam ver. Sağ ol. İzləyicilərin nə demək istəyirsən buradan? Bu kadar sade. Saçım da tükündədir. Eve gedən də gərək keçsin. Başka yol yok. İzləyicilərə heç olmasa yolda biraz başa salmağa çalışdım ki, YouTube'u nəyə görə bıraxdım. Əsasən səbəbləri dərslərim idi. Yenə təkrarlayıram ki, yaddan çıxmasın. Təkrarlamaq yaxşı şeydir. Bunu dərslərə çalışanda da öyrəndim. Mesela çox dərs edir. Dərslərdən önce beynim qaldırmır. Error verir. O kadar ders kodlama hələ evdə gedib çox güman ki yazdığım bəzi kodlamalardan göstərəcəm Python'da. Yəni Python dili olsa belə, yəni öyrənməyə çalışıram. Python'da tövsiyə edirəm də, yəni heç olmasa kompüteriniz varsa Python'da kod yazmağa çalışın. Alçaq təbəqədə. İkimiz eyni. Hə? Python çətin deyil. Visual Studio'dan daha asandır məncə. Visual Studio'da yəni bir çox şeyi bacara bilərsən, o düzgündür. Yəni Məsələn, proqramlama dili var ya, orada sonu yoxdur. hə. Amma Python'da əsas Python dili önə çıxır. Ona görə tövsiyə edirəm. Yəni bu qədər birazdan hər an dərs başlaya bilər. Ona görə də kameramı burada söndürürəm. Allah Elmir, haralardaydın? Yox idim, nə olacaq ki? Niyə video atmırsan? Zamasında video çəkimində olmaq istəyirəm də. Nə qədər şərəfsiz adamsan, neysən? Ay. Kimə deyirsən şərəfsiz? Ay, bir şarkı kimi görən bir yoxlayırıq. O sifətlə eyni olan zərflər. Hə, yəni eyni söz. Burada yeyəsiz. Hə. Fast var. Danışmağa yadıma salacağım. Forward, maç var. Bunlar belə hamısı. İndi yanında sifət gələn xəbər deyə, feil deyə. Hə, yəni sifət gələn amma zərf işlənməyən. Hə. Bir dənə qaldı. Bir dənəsi də qalsın. Hiss et. Bizi fail var. Hə, qutardı. Все, onda tamamlamışam. Complete. Все. Yeyirəm sən sifətlər. Yo, nə vardı sən?
Nə qədər? 2 lira. Kişicə deyil. Sən yəni tərcüməsini denə? Tərcüməsini deyirəm. Canlı. Hə, live mı? Hə, yarımçı. Çoxaltı. Bəli, indi hazırlıqdan çıxdım. Hazırlıqdan çıxdım və evə gedirəm. Və evə getərkən də sizinlə söhbət eləyə bilim deyə fərqli bir yol seçdim. Yəni hələ ki bu yolda rahat danışa bilərəm. Saçım hələ də bərbaddır, bunu fikir verirəm. Gözüm bağlayır ki saç. Yəni fikir verirəm ki bu saç onsuz da kəsilməlidir. Yəqin ki bu vlogu çəkəndən sonra kəsmiş olaram. Və üstəlik də video içərisində saqqalla gəzmək istəmədiyim üçün evə gedəndə həm duş alıb, həm də saqqalımı təraş eləyəcəm. Belə. Eyni zamanda hal-hazırda əlimə fürsət düşüb. Deyirəm, hazır bu yolu gedə-gedə biraz yoxluğumda nələr baş verdiyindən danışım. Yəni ciddi elə də bir fərqlər olmadı. Əsasən mən deyəsən avqustun 8-də video atmışam. Ən son, yəni özümün düşdüyüm. Ondan sonra başlamışam, nə bilim, mahnılar yazmağa, parodiyalar eləməyə, musiqiləri. Hətta bir parodiyamda, çox istədiyim bir parodiyamda alınmadı yayınlamaq. Yəni çox istərdim onu yayınlamağı. Çünki o parodiya bəlkə də ən yaxşısı idi. Nəsə çox övməyim. Əsas odur ki, TikTok'da yayınlamışam. Kim istəyir oradan gedib izləyə bilər. Yəni deyirəm, kim istəyir gedib izləyə bilər. Sonra 8 avqustdan sonra mən əsasən özümü verdiyim biraz qatılmalı olduğum bir yarışa, Azərbaycan üzrə bütün şagirdlərin demək olar ki, kompüter sahəsi üzrə bütün şagirdlərin olacağı bir yarışdır. Hakaton yarışı. Yəqin ki burada da bir dənə görüntüsünü görürsünüz oradan. Bu yarışa katılmıştım, belə bir yarışa. Aslında orada da istədim biraz vlog çəkim, amma o qədər özümü fokuslamışdım yarışda iştirak edib orada qalib olmağa bacarmadım. Hazır yadıma düşmüşkən. Deməli Ahmetcan Dündar YouTube buraxdı uzun bir müddətliyinə. Əslində çox da uzun deyil. Bəlkə də mənim buraxma müddətim ondan çox olardı. Neysə. Ondan sonra 3 ildir video atmayan, mənim uşaqlığımı bəzəyən, hətta bu YouTube kanalımı açmağıma vəsilə olan YouTuber Enes Batur video attı. Təbrik edirəm. Çək. Qoquşlar səs-səs baxır. Nə var ayqa? Hayırdır qardaş? Dəli olmuşam da yəni. Enes Batur'dan bir fərqim yoxdur. Onun kimi cici Instagram'da AI videoları hazırlayıb paylaşıram. Düzü mən bunun kimi dəli olmamışam. Mənim əsas səbəbim peşəm olduğu üçündür. Biraz süni intellekt sayəsində özümü genişləndirməyə çalışıram. Təbii ki, böyük ehtimal bu videonu atdıqdan sonra çox gəlişmiş olacağım ki, Instagram'dan o göndərdiklərimi də siləcəm. İnşallah, yəni xeyirsi. Bu mikrofonu əlimə almayalı uzun bir müddət oldu. Aslında darıxmışdım yəni. O qədər pul ver, ondan sonra bunu istifadə eləmə. Özü də təzə almışdım. Neysə, dərdimiz tək bu olsun. Deməli, indi evə gəlmişəm deyə paltarları soyunacağam və dediyim kimi duş almalıyam. Duşa gedirəm. Haydi, paltar soyunulsun. Deməli, bu haldayam. Bəlkə bədəndə Enes Batur kimi dəyişiklik ola bilər, amma bunu siz görmürsünüz. Görməsəz də olar. Nə fərq eləyir? Nəsə dəli olacam. Çünki başım çox kirlidir. Hər nə olursa olsun, mən gedib çinməliyəm. Uzatmıram. Belə gəzmək əsəbimə toxunur. Sağ olun. Duşdan sonra görüşərik. Çimdim, gəldim, indi saçımı qurulamaq vaxtıdır. Sudu saçım. Yəqin biraz solunur. Only
hazırlanım, gəlim. Ondan sonra aksesuar seçərik üstümə geyinməyə. Yəni başqa heç nə də. Gedim gəlim. Уже danışmağı itirmişəm. Neçə vaxt video çəkmirəm deyə. Ona görə üzürlü say. Yəni elə bil də çox izləyənim olacaq ha. Yenə də nə qədər də olsa, az belə olsa, indən belə atacağım videolarda az çox baxmayacağam. Necə ki, bundan qabaq az da olsa qəlbim qırılsa da videolara fikir verməməyə çalışırdım. Amma bundan sonra heç bir videoya fikir verməyəcəm az çox izlənməyinə. Bilirəm ki, onu belə izləyənlər mənim sadiq izləyicilərimdir. Buna görə çox sevirəm sizi. Heç bir zamanda bunu unutmayın. Aksesuarlara keçməzdən qabaq unutduğum kiçik bir detal var idi. Mən yolda gələndə demişdim ki, üzümü də qırxacaqdım. Və bunu da görə gəldim. Burada hal-hazırda danışa sizlərlə yəni söhbətimizi davam etdirərəkdən üzümü də qırxacağam. Nəsə baş verdi. Neyse. En son misafir qalmışdıq. Deyəsən mənim gedişimdən sonra baş verən dəyişikliklərdən. İndi gəlin mən olmadığım müddətdə məndə baş verən dəyişikliklərdən həyatımda onlardan danışaq bir yerdə. Və beləcə üzümüzü qırxaq. Deməli, üz qırxa-qırxa məsələni danışmalı olsam, məsələ o yerdədir ki, mən olmadığım müddətdə yenə deyirəm, Hackathon deyə bir yarışmaya qatıldım. Bu əsasən məktəblər arasında şagirdlər, yəni hansı ki IT üzrə bacarığı olan şagirdləri yığıb bir zalda toplayaraqdan onların bacarıqlarını komanda şəklində bu dəfə son mərhələdə birləşdirərəkdən necə bir nailiyyət ortaya qoyacaqlarını göstərmək idi hər kəsə. Təbii ki, bu uşaqların münfislər heyəti kimi davranacağı mənasına gəlmirdi. Yəni, oranın şəxsi münfislər heyəti var idi və onlara özümüzü göstərəcəkdik şəxsən bu yarışmada. Yəni, bu yarışmanı çox da uzatmaq istəmirəm. Çünki nəticə olaraqdan canlar sağ olsun, amma işin içində pul var idi, yəni. Oradakı işçilərin özləri belə bizim komanda haqqında, yəni mənim olduğum komandanın hazırladığı layihə haqqında belə təriflər yağdırsalar belə, ən çox bizim komandanın hazırladığını bəyənsələr belə, münfislər heyəti ən çox hansı layihətin insanlar üzərində pul qazandıra biləcəyini düşünərəkdən bunu önə çıxardılar və başqa komanda, Rus sektoru komandasına. Neyse, çox danışmayacağım bu. Yadıma düşdükcə biraz xəyallarımın puç olması ürəyimi dağlayır. Neyse. Sonra ətraf cəmiyyətim haqqında danışım. Yəni bəziləriniz öz-özünüzə sual verə bilərsiniz ki, görə dədə baba üsulu ciletlə qırxacam. Hə, ətraf cəmiyyətimdə olan dəyişikliklər haqqında danışırdım. Yəni bəziləriniz bu haqda soruşurlar ki, nələr dəyişdi? Bəlkə ətraf cəmiyyətimin də buna bir təsiri oldu. Hə, düzü oldu. Yəni ətrafımda olan dırnaq arası dostlarım mənim bacarığımı qısqanaraqdan, yəni bu kimin stil xəttində deyil, dəyişsin, mənim heç vecimə də deyil. Mənim bacarığımı qısqanaraqdan məni manipulyasiya şəklində YouTube'dan soyutmaya çalışdılar. Əslində bir bağıma bacardılar, amma bu sona kimi olmadı. Görürsünüz, yenə sizlərlənəm. Hər attığım videoyla məzəllənirdilər, hər davranışımla bir səhv tutmağa çalışırdılar. Belə yavaş-yavaş məni qüsurlu kimi sanki yəni video çəkəndə belə qüsursuz çəkə bilmirəmmiş kimi belə bir fikir beynimə yeriddilər. Sonunda mən də dayana bilmədim. Əgər qüsursuz ola bilmirəmsə, heç qüsurluluğumu heç kim görməsin deyə YouTube'a video çəkməməyə o da bir təkən yaratdı. Yalan deyim. Bəs nəyə görə qayıtdım? Belə ki, dostlarım belə bir şey deyirdi. Ağıllandım. Dostlarımdan uzaqlaşdım. Eyni zamanda
sizə çox darıxdığımı fikir verdim. Yəni video çəkmək mənim həyatımın bir parçası olmuşdu sanki. Mən uşaqlığımdan bəri YouTuberlərə baxaraq ben xüsusilə də Enes Batur'a böyümüş uşağam və hər daim istəyərdim ki, mən də onlar kimi böyük bir kanalın sahibi olum, böyük bir abunə kütləyə sahib olan bir kanalın baş sahibi olum və bacardım da. Hər nə qədər bu kanalı qardaşımdan açsam da YouTube'un əsas Enes Batur oldu. Bəlkə də Enes Batur'dan da çox bir uzun zamandır qardaşım ortalıqlarda görsənmir YouTube'da. Bəs indi deyirsiniz ki, üstünə də yəni istədiyiniz qədər deyin, hər birini cavablandırmağa hazıram, çünki bu videonu da ona görə çəkirəm. Ortalıqda olmadığım bir müddətdə nələr baş verib, hər şeyi cavablandırmaq istəyirəm. Və tək bu videoda deyil, bundan sonraki videolar üçün də yəni yorumlara, kommentlərə ağlınızda qalan sualları yazaraqdan gələcək videolarda cavablandırmamı istəyə bilərsiniz. Deməli, ətrafımda itirdiyim dostlarımdan peşmanamı? Yəni, bir çoxundan yox, düzünü desəm. Yəni, əksinə sevinirəm ətrafımda elə dostlar itirdiyimə. Mutkalar, şərəfsizlər, məndən istifadə edənlər, mənim səbəbimə cəmiyyət qurub öz ətrafını quran şəxslərin indi gəlib mənə qarşı çıxıb özünü bir şey zənn eləməsi düzgün bir şey deyildi. Ona gələcək həyatımda uğurlar diləyirəm. Amma bu həyatda mən olmayacağam. Məndən uzaq olsun. Bu qədər. Bir də kommentlərdə dostlar onu bildirin ki, sizcə hələ də könlü həvəs görürsünüz məndə, yəni əvvəlki kimi aktivəm, yoxsa biraz solmuşam, get-gedə qocalmışam bəlkə də. Ayda mən həmin o videonu çəkəndə yəni 2025-də buraxmışdım, 2026-da 8 ay. O deyildi, yəni 8 ayda yoxam ortalıqlarda. Oy, qorxdum. Artıq gedə bilərdim məncə. Gedək indi üstümüzə bir dənə aksesuar seçək, sizlərlə bir yerdə. Gəlirsiniz? Hə, yaxşı. Evə keçdikdən sonra artıq aksesuarlarımızı seçməyə başlaya bilərik. Deməli, birinci olaraq boyunbağlardan başlayayım. Bir də qolbaq olmalıdır. Baxın, belə bir kutunun içində Apple'ın USB-sinin içine koymuşam bunları. Birinci olarak qolbaq, İtalyan qolbağı. İtalyan qolbağını geyindik. Daha sonra bunun içində 2 dənə düz bilmişəm. 2 dənə boyunbağım var. Biri köhnə taxdığım idi. Bilmirəm heç bir neçə videoda göstərmişəm ya yox. Bu da sonraki cool. Yəni fərq məncə göz öndədir ki, bu köhnəlib. Buralarını belə bağlamışdım. İpi qırılmış deyə bağlamışdım. Ona görə bunu atıram geçsin. Aha. Belə. Sonra kutumuzun içinde başka bir şey kalmadı. 2 dənə belə saatimiz var. Bir dənəsi Rolex saatıdır. Biri də Hublot, mənim ən xoşladığım. Bunu geyməyə xoşlayıram mən çox. Yəni yenə deyirəm, arasında seçim eləməli olsam Hublotu seçərəm. Rolex insanı çox bahalı göstərir və mən göstərişi xoşlayan deyiləm. Buna görə Hublot. Cuk deyir. Bente'nin satına oxşuyur. Boş verin. Bu sahneyi sil. Bu sahneyi beyinlerden sil. Neyse. Devam edirik. Son olarak da Savaşçı Dior'dan sonra ikinciden xoşladığım parfümüm.
Neyse, adına fikir verin. İnanmıram ki adası tapa bilərsiniz. Tapanlara halal olsun kimdə varsa. Çox güman ki, çox şanslıdır. Çünki qoxusu çox gözəldir. Pıs, pıs, pıs. Fərahlıqlar içərisindəyəm. Duş almaq deyəsən mənə çox yaxşı gəldi. Zarafatlarım bölüb. Çəkmək üçün çox gözəl hissə tapdım belə. Pozisiyada belə. Cheese. Gəlin indi sizlərə hazırlıqda haqqında danışdığım o kodlamamın kiçik bir nümunəsini göstərim. Hələ ki prototip mərhələsindədir, yəni çox inkişaf elətdirə bilməmişəm. İnşallah gələcək bir müddətdə bunu inkişaf elətdirməyə çalışacağam. Yəni görürsüz, kodlarımız budur. Tam 457 dənə kod var. Yəni 457 dənə dediyim 457 sətirdir. Baxın. Oho, kod de kod. Gözünüz kod görsün. İndi bir dənə süni intellektimizi, Kartvel adlı süni intellektimizi hərəkətə keçiririk. Aha, belə bir yazılarla rastlaşacaqsınız. Nə yazdığına fikir verməyin. Bunu hardansa götürmüşdüm. Aşağıda əsas odur ki, süni intellekt asistan Azərbaycan dilində. Kartvel, salam, mən Kartvel, nə falan filan. Çox irəliləmək istəmirəm, belə bunun üstünə durmayacağam. Burada aşağıda artıq sizin adınızı soruşur. Məsələn, mən öz adımı yazıram. Elmir. Aha, sonra yaşınızı soruşacaq. 17. Oydu. Yaşlanır böyüce. Nə ilə maraqlanırsan kimisindən sual verəcək. Buna da hər hansı elədik. Yəni buna çox önəm verməyin. Aha. Burada artıq Kartvel sizinlə danışmağa çalışacaq. Məsələn, sən yazırsan ki, Necəsən? təkanla yazmaq çətindir. Necəsən? Gün ortanız xeyir, əlhəmdülillah, yaxşı. Bəs siz necəsiz? Yəni belə, hələ ki inkişaf mərhələsində olduğu üçün indi bir dənə problemini göstərim. Mən burada hər hansı bir l-mı falan yazsam, errorcasına mənə məntiqsiz bir cavab verəcək. Maraqlı sual, bunu düşünməliyəm. Elmir, sizcə bu barədə nə deyə bilərik? Falan filan. Yəni səndən cavab soruşmağa çalışacaq. Belə. İnşallah gələcək müddətlərdə bunu inkişaf elətdirəcəm. Evdə yalnızam. Buna görə də istədiyim kimi evdə gəzmək mənə patlodu. Baxın. Şortla zadla gəzirəm evdə. Beləyəm də mən çox coolam. Daha doğrusu çox cool qaqaşlardanam da mən. Papaqda tərs saxmışam. Çox cool olmuşam. Neyse, işləşməyəcəm bu qədər. Davay bildirin görək. Darıxmışdınız mənim belə cidziklərimə. Kommentlərdə cavablar gözləyirəm. Mənə çox maraqlı gəlir cavablarınız. Gəlin biraz da övünməli tərəflərimdən danışaq. Bilirsiniz ki, yoxluğumda Mr. Beast mənə çox darıxmışdı. Sağ olsun. Rastıma arada bir çıxırdı. Bəzi mənim haqqımda videolar paylaşır, nə bilim. Səhər qalxıb görüb ki, mən video buraxmışam atmağı. Mənə qəmlənmişdi. Sağ olsun. Bəlkə də onun da biraz qatkısı oldu da mənim geri qayıtmağımda. Çox yalvardı da mən nəysə zarafat eləm. Boş verin. Daha söhbət eləyək. Yəni daha nə haqqında danışıram bilmirəm. Çox güman ki, ağır günlərim haqqında biraz danışım. Nəysə, keçmişdə qaldı və keçmişin yaralarını xatırladaraqdan gələcəyimi pozmaq istəmirəm. Əsas keçmişdə qalan yox, insanın yazdığı gələcəyidir. Mən də bunun üzərində çalışacağam innən belə. Necə ki, YouTube'u bir ara buraxmağımın səbəbi 11-ci sinif imtahanım idi. 10-cu sinifəm və necə 11-i düşünürəm, onu hələ də ağlıma almır. Yəni belə də məncə bu 8 ay müddəti ərzində yaşadıqlarımın hamısının xülasəsini demək olar ki,
bu videoda sizə çatdırdım. Mən Enes Batur deyiləm ki, nə bilim 4 ildir, 3 ildir video atmayım deyə gəlim sizə 1 saatlıq bir video paylaşım. Elə bir günlük vloqumda məncə bütün bu müddət ərzində yaşadıqlarımı sizə çatdırmağıma bəs elədi. İndi yəni bu videonu çəkəndə belə yoruldum. Uzun bir müddətdir video çəkmirəm deyə mənə adi bir vlog çəkmək belə yəni kamerada harasa qoyursan çəkirsən normaldır, amma mənə biraz çətin gəldi uzun müddətdir çəkmədiyim üçün. Biraz ara verdikdən sonra bu videonu orucu açıb bitirənə qədər bu vlog bitməyəcək. Ona əmin olaq. Onda biraz mən dincəlim, sonra görüşərik. Bəli, hal-hazırda iftara az bir müddət qalmış olmalıdır. Çox olmasa da yəqin görürsüz vaxtı. 18:40-dır, 19 neçədəsə verilməlidir. 10-15 dəqiqə qalıb. Oruc açma vaxtıdır. Sosumuzun vəziyyəti budur. Neyse, bir videomuzun da sonuna gəldik. Ümidvaram ki 8 ay ərzində olmadığım bir müddətdə çəkdiyim bu vlogu bəyənərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Mən qaçar. Videonu bəyənib abunə olmağı da unutmayın. Ayağımı qırdım. Ay.